bebekler, bugün yeni bir videoyla karşınızdayım. Bu videoda yanında kardeşiyle dedesi ve babası ikisinin evine gelen bir kız görürsünüz. Sonralar zaten videoda göreceğiz. Şükür ahırda ya evine gelip tutabildi. Kapıyı da bağlayayım, hiç kimse girmesin. Salam nene, necəsən, neyinirsən? Villanız da çok güzeldi. Salam nəvəm, yaxşıyam mən. Sən necəsən? Villamızda yəqin çox gözəldir. Hə nene, mən də yaxşıyam. Salam babanı, sən necəsən, neyinirsən? Görünüşdən villanız da çok pahalı görünür. Salam nəvəm. Ha, bahalı görünür çünkü onu 1 milyon pula almışıq. Ha, ne güzel ne güzel. Mübarek de artık yaylarda da bura gələrikdən. Pulunu cebine koyabilirsen yani baba. Of, başka ne arırsınız yani, yeni almışsınız bu evi? Ha kızım, yeni olmuşuz. Tələsdirmə uşaqları, onları yuxarı aparaq. Bir anda yukarı gidelim biz. Yaxşı onda kardeşim. Biz lifte gidək, liftinize de baxarıq görək necədir. Salam, necəsin Aynur? Mən yaxşıyam Rubi, sən necəsən? Mən də yaxşıyam. Nəysə onda biz ikinci qata çıxırıq. İkinci kat tam mənliydi. Birinci kat biraz küçüldü ama ikinci kat tam mənliydi. Yaz havası verir. Kardeşim sen ne deyirsən bəs bu fikirdən? Bence de Ruby çok güzeldi. Benim fikrim odur ki bence burada kalaq. Bir hafta yok. Bence 2 hafta kalaq. Çünkü burası büyüdü. Siz şimdi nenemle babam geldi. Ha nene, biz de ikinci katınızı gördük. Liftiniz de çok yaxşıydı. Tez apardı bizi bura. Nene, demek ayıp olmasın. Ama birinci kat çok iğrenciydi. Sus, danışdıkça batırsan. Yoxdur, danışsın, düzün deyir də. Nene, hakikaten birinci katınıza bakarken ikinci kat çok güzeldi. Bu arada çok acımışam, bilirsin uzun yoldan gelmişim. Ona göre bana yemeği verebilirsin nene. Rubiyim, hələ yeməyim hazır deyil. Hazır olanda verərəm. Yaxşı nene, yəqin ki birazdan hazır olardı. Çünkü çok acımışam, uzun yoldan gelmişim yani. Uşaqlar, məndən sizə tövsiyə nənənizi yeməyin yeməyin. Ah niye? Çok pis yemeğin. Ha nene, ne desem? Hayat şaşırtır hep zaten. Nə dedin sən? Yok, hiç hemen öyle söz diyerem nene. Senin yemeklerin çok güzel olduğunu ben bilirim. Hem de ona göre gelmişim ben bura. Yani hiç vaxtilə söz demərəm mən. Sen səhv eşitmişsən, yəqin qacalıqdandır. Ben de oradaki banandan yiyeyim. Ağzım kurumasın. Heyecan oldu biraz. Zaten yayın ilk günü gelmişim sizin eve ki. Ya, baba, soşma kaybolmasın ama sen niye pulları sepelirsən yerə? Hiç kızım, pullarını səpələyirəm yerə. Çoxdular deyə bilmirəm hara həcliyim, ona görə yer atıram. Bir an alandan sonra bilmədim tay hara həcliyim. Nene, o ne tür sesiydi? Ne diyorsun sen? Evde garip şeyler olur. Korkmaya başladım. Heç, qızım, boyum yetişmədi, ona görə mən də elə dırmaşmağa çalışdım, amma sən kimə vurursan? Əli, sən kimə vurursan? Ailevi mevzulara karışmak istemediğim için gedirəm. Dede sen ne ettin? Dedeme ne oldu? Dede ne ettin sen? Ne edirsən? Eller tullanma üstünde kadını, zaten bayıldı, öldü bile. Hazır o yokken buzdolabındakiler yiyeyim. Nenem ya bayılıp ya ölüp özüne gelip bilmem ama ben pizzamı yiyeceğim. Çok güzel şeyler var. Yam yam yam, çok güzel pizza. Villaların yemeklerinde bir ayrı lezzet olur. Çok karnım ağrıyor. Belki tuvalete gideyim. Tamam. Harada da tuvalet? Villada tuvalet olma. Ha tam burada da künste koyuplar tuvalet yani. Hiç görünmür tuvalette haradadır. Neyse. Ay ağrıyor karnım, taşımazdım. Ay. Kardeşim niye oturmuşsun? Çok aksiyonlu ve gerçekçi filmde hara gelirsen. Çok gerçekçi. Bu benim nenemle dedem olabilmez hiç vaxt. Silahı bırak və əlini qaldır Əli. Yaxşı, bir dənə elə eləyərəm. Ne eləyirsən? Əlində balta var, mənim də əlimdə silah var. Gəl bura, sən öldürəcəm. Məni heç vaxt öldürə bilməzsən, uşaqlar acıqlar. Hələ yemək pişməyib, çiy vermə onlara yemək. Bir yoxdur, bununla mən sinema filmi
kimi izləyərəm. Tamam, sakinləşdilər elə bir. Hə, deyəsən sakinləşdilər. Bundan sonra istediğim her şey olacak. Ben burada olduğum zaman olmayacak. Bəli, sakin izləyicilərimiz, bugünkü videomda çox dəhşətli bir şey izləyəcəksiniz. Bu səfər heç vaxt sakin ola bilməyəcəksiniz. Evimizə dava var. Qardaşım artıq dəli olduğuna görə mən aşağı düşə bilərəm. Of, heç gəlməsəydi kaşki bura. Həyətə düşüb hava almağım yaxşı oldu. Çünki həm səssizliyə, həm də havaya ehtiyacım var idi. Oradakı davdansa buradakı bımbız suda üzməyim daha məsləhətdir. Biraz burada dayansam yaxşı olur. Çünki dəniz adamı sakinləşdirir. Məsələn, məni sakinləşdirir. Həm sənləyib, həm də sakinləşdim. Evə getsəm yaxşı olar. Ham buradadır ki, ya məni axtarırlar, ya da yenə dav eləyirlər. Dav eləyə liftdən də düşüblər. Heç bir şey demədən liftə çıxıram. Tamam, qardaşım da burada zaten heç yerini değiştirməyib. Bu sefer eksin oldu oturmağımız. Anlayın, anladı. Neyse, bu kadar bəsdir. Artıq yəqin ki yemeğimiz pişib. Olmasa biz şokoladımızı yiyeceğiz. Yine dav eləyirlər çünki... Oo canım kardeşim, sende neler var belə? Tamlar bende var, bende var, bende var, bende var. Çok güzel yemekler var. İstersen sana da verebilirim. Ay yedim köşe. Artık yedim. İçtim. Ay bunu da içeyim. Çok tatlılar hamısı. Hamısını yedim. Dede ne fikirleşirsen? Heç də balam, heç də. Səhərdən axşamacan dav edirik. Ancaq bir də yerdə dur da tay səndən sonra danışamaq mən. Yaxşı sen kuruza düş ama ben yemek istedim. Acılanırım. Səhərdən akşamacan sizin davanızı izleyecek değilim. Benim hele bitmedi. Ha, artıq mən qazancım. İndi tüvör qaçabilirəm. Mahnı özüm oxumalıyam gerek. Bunu da götürməliyim. Tamam. En güzel pullar məndə var, məndə var. En güzel pullar məndə var, en şey pullar məndə var. En çoxlu pullar məndə var. En güzel evlər məndə var. Villam var, pulum var.